Salam çox hörmətli izləyicilər. Bu günləri biz şəhid Mehman Musayevin yadigarını ziyarətə gəlmişik. Sevdə xanım Əliyevanın. Ben de paragraf rəhbərini Türkan xanımı salamlayıram. Paragraf TV'nin izləyicilərini salamlayıram. Qarşıda gələn bayramlarını təbrik edirəm. Türkan xanım başda olmaqla, rəhbərlik başda olmaqla bütün işçilərini, bütün izləyicilərini salamlayıram və bayram münasibətilə təbrik edirəm. Çox sağ olun Sevdə xanım. Biz istəyərdik tamaşaçılara bir daha xatırlatmayı və sizləri daha yaxından tanısınlar. Mehman bəylə tanışlığınızı necə xatırlayırsınız? Mehman bəylə mənim tanışlığım mənim gənc yaşlarımda təsadüfi olmaq babamızda tutuşum. Onun gəncədən üstünləri gəlmişdi. O vaxtlarda gənc yaşlarım, 17 yaşlarım. 17 yaşından olmuşdu gəldi. Amma elə belə də qalmışdı, mənim də gəncliyim. Bundan sonra gençlər gəldi, ilk sonra çok gəldi, çok. O vaxtdan 92-ci ildə biz nişan olduk. Çünki o müharibədə edik. Müharibə dönəmində necə? Rəsmi nikah oldu ya? Hayır, rəsmi nikah olmadı. Ha, nişanlandı. Nişan oldu. Ondan sonra müzafədə oldu. Müharibə gedişini necə xatırlayırsınız? Necə aldınız o xəbəri, necə qarşıladınız? Onun üçün müharibə edik. Torpaqlarımız alınmadı, çox torpaqlar alınmadı. Anam rəhmətə getdi. Təsəvvür edin, torpaqlarına deməkdir də, anam torpaqların getməyi, məndən şəhid oldu. Mən belə deyirdim də, bir vətənim, bir sevgilim, bir anam. Bax, bunlar bəlkə çox ağırdır. Neçə müddət müharibədə iştirak edəndən sonra ümumiyyətlə əlaqə var idi? O vaxt telefon yox idi. Məktub vasitəsi üzdə o cəbhədə oldular. Nəfər oldular, hər yerə gedirlər, vuruşurlar. O elə bil ki, onunla söhbətimiz oldu. 4-5 dəfə olmuşdu. Müharibə düşməmişdən qabaq da gəncədə, o vaxt belə şeylər yox idi. Bir qohum girdi, daim girdi. Söhbətlər girmişdi. Baxmayaraq ki, mən razı olmurdum. Sonra mən onunla söhbət edəndən sonra, ondan sonra məktəbim ona qarşı məhəbbət edəndən, sevgi edəndən. Və belə oldu. Nişanlanandan sonra? Ondan sonra da onun xəbərini mənə bizi şəhərin mərkəzində yaşayırdıq, Ağdamda. Öyle bir ki, akşamlık deyirlər, tanzanlık deyirlər, akşamlık orada o kətdə biz ev tutmuşduq. Çünki bizim küçəni, tenis küçəydi, çox qırıqdılar, bombalıydılar. Necə oldu ki, siz niyə ailə qurmadınız? Biz o qədər olub ki, görmüşük, sonradan ailə quranlar da olubdu, hətta nişanlı olanlar da olub, sonra ailəli olub, şəhid olanlar, sonra da ailə qurublar, bəziləri olubdu. Amma siz nişanlı olduğunuz halda ailə qurmamışsınız. Necə oldu? Ümumiyyətlə sonradan istəyənlər olmamış olmaz sizin gənclik şəkillərinizi gördünüz, həqiqətən çox gözəl. İndi də gözəl tanımsınız maşallah. Onda da gənclik sözünü deyirdilər. Mən də onu sevdim axı. Mən bir insan deyiləm. Yəni, ömrü günü xoşbəxt istəmirdim. Məsələn, mən başqa o qədər ilçilər gəlirdi, çox gəlirdi. Amma mən heç birine əhəmiyyət verməmişəm. Mən həmişə Mehmanın yolunu sağ gözləmişəm. Həmişə mən onu sağ gözləmişəm. Çünki öyle bir insan idi ki, həm xasiyyəti gözəl idi, həm bütün elə bir ki, kəndlərində, bütün dost tanışında sevimlisi idi. O dərəcədə insanlığı var idi, çox gözəl xarakteri var idi. Heç çox mümkün deyildi ki, mən məsələn, kimsə mənə şana şöhrət aldanmadım da, yəni o sevgini mən içimdə yaşatdım, tək ağladım. Bax, imkanlı yerlərdən elçilərdən. Bəli, yox, onlar söhbət əsasında qeyd etmişsiniz. Bəli, baxmayaraq ki, məsələn, məni ziyalı adamlar çox istəyir, çox, məsələn, hörmətli insanlar, imkanlı insanlar, amma buna baxmayaraq mən həyatda heç şöhrətə şana aldama xanım deyiləm də, yəni o mənəviyyat insanın bir sevgisi var.
dünyası var. Hiç vaxt ola bilməzdi ki, mən Mehmanın yolunu gözləyirəm, mən gedeyim, ailə qurum. Bu məndə fikir yaranmadı. Elə o vaxtdan da o söhbət mənim qəlbimdə bağlı, ürəyimdə bağlı. Bir neçə müddət öncə nəşi tapılan şəhidlərimiz arasında Mehmanın da nəşi var idi. Evet. Necə oldu xəbər eşitdiniz, necə qarşıladınız? Nələr keçdi ağlınızda? Xəbəri mən onu sağ gözləyirdim. Mükəmməl qədərdir. Çox mənim üçün çox çətin. Bu, işğaldan azad ediləndən sonra Kəlbəcərdə ilk dəfn mərasimidir. Nişandan sonra Umar səfir getdi. Ondan sonra da belə şəhid oldu. Amma belə yox, sağ gözləmişəm həmişə. Hər gün, hər an, hər dəqiqə. Mən Mehman Musayevlə qürur duyuram. Çox gözəl insan idi, gözəl xarakteri var idi. Bəli, ona görə mən ailə qurmadım. Birinci Qarabağ müharibəsi uğrunda gedən döyüşdə komandir olmuşam. Mənim bir qadamlandı bunlar 4 nəfər idi, məndən 5 nəfər. Təzəkənd uğrunda gedən müharibədə bizi mühasirəyə saldılar. Mühasirə zamanı onların 4'ünü də öldürdülər. Bircə mən yaralı qaldım. Məni də hiss eləmədilər ki, ölməmişəm, sağam. Onlar dağdan yenəndə mən qaçıb meşə yuxarı gizləndim. Ondan sonra getdim, çıxdım kəndə. Mən bugün döyüş yoldaşlarımla, ruhları ilə görüşdüm. 32 ildən sonra bu mənim üçün ən sevimli an oldu. Həm də ən kədərli an oldu ki, öldük, dirildik. İndi də şükür torpaqlarımız alındı. Qeyd edək ki, Kəlbəcərin Taxtabaşı kəndində anadan olan şəhidlərin hər üçü 1993-cü il martın 27-sində rayonun Çıraqlı kəndi yaxınlığında itkin düşüb. 2023-cü ilin martında Kəlbəcərin Yenikənd kəndində aparılan bərpa quruculuq işləri çərçivəsində 3 nəfərə məxsus meyit qalıqlar aşkarlanıb. Aparılan ekspertiza zamanı qalıqların Qafar Qarayev, Yusif Əzizov və Mehman Musayevə məxsus olması müəyyənləşdirilib. Hazırda da ona görə səhhətiniz üçün Ona görə də mənim xəstələndim, qruplarım. Yaxşı. Başqa xəstələndim. Çıxarlar. Ona görə mən xəstəxanalara düşdüm. Xəstəxanada yatdım, tez-tez. Sonra heç kimə, heç kəsə demirəm. Mən özümlə qalmaq istəyirəm. Mən sizə Allahdan can sağlığı arzu edirəm. Siz qeyd etdiyiniz kimi toyuna verməkdir, yox toyunuz olmuyor. Amma ömür boyu özünüzü Mehmanın xanımı kimi hiss etmisiniz, elə də yaşamışsınız. Ümid edirəm ki, dövlətimiz də sizə qarşı inanıram. O cür yanaşacaq da. Son görüşümüzdə o dedi, hər şey yaxşı olacaq, hazırlıq gedir. Hətta mağar da qurulmuşdu, hazırlıqlar getmişdi, toyun hər şey alınmışdı. O xəbər Allah heç bir ananın, bacının üstünə elə bir xəbər gətirməsin. İtkin düşdü. Mən ona sağ qovuşa bilmədim. Yəni onun cəsədinə, onun bu günləri yoxluğuna mən qovuşa bildim. Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərdə itkin düşən nişanlısı Mehman Musayevi 32 ildir gözləyən Sevda Əliyevanın hekayəsidir bu. Sevda Əliyeva Ağdamda dünyaya göz açıb, Ağdamda böyüyüb. Həyatını müəllimliyə həsr edib. Uzun illər Ağdamın 29 sayılı məktəbində dərs deyib. Sadəcə sinif otağında yox,
Cəmiyyətdə səbir, sədaqət və ləyaqət dərsi keçib Sevda müəllimə. Mehman Musayevlə mənim tanışdığım uzaq qohumluğumuz var. Mehman Musayev Gəncədə oxuyurdu. Gəncədə o məni görmüşdü. Məni bəyənmişdi. Onlar mənə öz istəyən bildirmişdi. Başqa bir xanımın vasitəsilə ki, bəs belədir. Mən yox dedim, mən ona narazılığımı bildirdim Mehman Musayevə. Narazılığımı bildirdim. Buna baxmayaraq o dəfələrlə mənə xəbər göndərdi. Dəfələrlə məni sevdiyini söylədi. Bir gün elə oldu ki, mən buna çox yox dedim, razı olmaq istəmədim. Bir gün bundan söhbət eləyəsi olduq. Söhbət elədik, bu danışdı elədi. Gördüm ki, ay aman, ay Allah, bu nə gözəl insanda, nə gözəl ürəyi var. Hörmətim haqqında bunların elçiləri gəldi. Yenə də mən tərəddüd eləməyimə baxmayaraq, o elə bil ki, gördüm ki, yaxşı insan olduğu üçün mən buna razılıq verdim. Sonra bu cəbhəyə getdi, o döyüşdü. Sonra bir gün martın 10'u, biz martın 10'u idi o, 8'i. O məni təbrik eləməyə gəlmişdi. Mənə hədiyyələr almışdı. Danışdı ki, müharibə qutarar, biz xoşbəxt olarıq. Son görüşümüzdə o dedi, hər şey yaxşı olacaq, hazırlıq gedir. Hətta mağarda qurulmuşdu, hazırlıqlar getmişdi, toyun hər şey alınmışdı. Elə oldu ki, bir martın 27'sində o xəbəri mənə verəndə, onu sözlə ifadə eləyə bilmirəm də, o xəbər Allah heç bir ananın, bacının üstünə elə bir xəbər gətirməsin. İtkin düşdü. Nə meyit yox, nə heç nə yox, ora qaçıram, bura qaçıram. Ağdamda poçta gedirəm, qohumlar da var orada, yığışırlar. Heç bir şey məlumat ala bilmədik. Sonra anası gil gəldi, xalası gildə məclis elədilər. Anası dedi ki, atası, mənim oğlum ölmüş ki, mən ona ehsan verim. Məni də burada öldürəydilər, mən dözə bilmərəm də, yəni buna. İstəyirdim ki, Mehman Musayev, onun 2 ayağı kəsilmiş olsa da, gəlsin, mən onu qəbul eləyirəm. Onun gözləri olmasa yenə qəbul eləyirəm. Qolları olmasın, Mehman Musayevin quru nəfəsin, o gəlsin, gezin, mən ona mən baxdığım kimi ondan da yaxşı mən ona baxaram. Amma təəssüflər olsun ki, bu günləri mən ona sağ qovuşa bilmədim. Yəni onun cəsədinə, onun bu günləri yoxluğuna mən qovuşa bildim. İtkin düşən nişanlısı Mehman Musayevi düz 32 il susaraq yaşatdı. Şikayət etmədi. Gözləməyi seçdi. Hər kəs ona yenidən ailə qur dedi. Amma o sadəcə gözləyəcəyim dedi. Mən hər gün ağlamışam. İnanın küçədə gedəndə də Mehman'a oxşatdığım adamlar olub, oturmuşam, ağlamışam. Atam rəhmətli bacıma demişdi ki, böyük bacıma demişdi, elə o birisine də demişdi ki, siz onu başa salın. Mən də yaşlı adamım, ölüb gedəcəm, yəni təhlif bir şeydir, tək qalmasın. O qaydası deyildi, Allah deyirdi, rəhmət eləsin. Amma ailə qursun, mənim tək qalmasın. Bütün bunlarla kifayətlənmədi həyat. Bacısının nişanı günü anasını itirdi, toy yasa çevrildi. Doğum günündə qardaşını son mənzilə yola saldı. 1998-ci ildə isə bacısı ailəsi ilə birlikdə qətlə yetirildi. Amma bu faciələr belə onu Mehmanın dərdini unutturmadı. Bu günləri mən Mehman Musayevin məzarına qovuşdum. Eyni zamanda da bütün şəhidlərimizə, mən bütün şəhid anaların əllərindən öpürəm. Qarşılarında baş əyirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Eyni zamanda da Mehmana, yəni cəmiyyən Allah şəhidlərimizə rəhmət eləsin. Mən bu günləri hardasa çox kədərli olsam da içimdə bir fərəh də var ki, mən bu günləri Mehman dəfn olundu. Dövlətimiz var olsun, sağ olsun ki, çox gözəl, yüksək səviyyədə o tədbir keçdi. Bugün o Bakıda tək yaşayır. Özünün də dediyi kimi, cismən tənha, ruhən Mehmanla birgə bir həyat. Evinin ən qiymətli əşyaları Mehmanın ona aldığı hədiyyələrdir. Sevda Əliyeva Mehmana aldığı hədiyyələri də öz evində saxlayır.
Hər gün elə bilmişəm ki, mehman gələcək. Mən o hədiyyəni onun özünə verəcəm. O hədiyyəni ona bağışlayacağam. Həmişə gözlədim. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Təbrik istəyirəm. Zəhmət çəkib gəldiyiniz üçün. Zəhmət həmişə sizin başınız bizi qorumaq üçün gedib canlıları bizdən bir şey qorumaq. Çox sağ olun, canım. Mən də sizə təşəkkür edirəm. İlfizdə xanım, başlanmaqla mənimizdə zəhmət çəkmisiniz. Gəlmişsiniz. Heç bir zəhmət yoxdur. Biz yəni konsertdən gəlmişik. Yanlıqda programlarımız var inşallah. Hatta Güneş Aydınız mənə demişim. Hacı olsan, Hacı kanala. Orada şu olsa olacaq. Elə bir şey aparmışım. Siz gözlərim ki, siz burada çıxasınız. İnşallah. İnşallah nə vaxt çıxasınız buradan sizin evinizi ziyarət edirəm. Çox sağ olun, var olun. Mən də həmişə sizi izləyirəm, fəxr edirəm. Sizin kimi gənclərimiz var. Sizin kimi vətənpərvər, vətənini sevən, torpağını sevən, şəhidlərini sevən. Allah hər birinizi qorusun. Çox sağ olun, var olun. Sizin kimi gənclərlə mən qürur duyuram, fəxr edirəm. Aydınız müəllimimizin də sizə salamı vardı. Çox sağ olun. Teşekkürler. Allah can sağlasın. Çox sağ olsun. Var olsun. Mən də Aydəniz xanıma, Aydəniz Həşimova salamlayıram. Çox gözəl xanımdır. Onun sənətini sevirəm, özünü sevirəm. Çox dəyər verdiyim bir xanımdır. Mənim salamımı da Aydəniz xanıma çatdırarsınız. İnşallah. Zəhmət çəkmisiniz, gəlmişsiniz. Mən çox istəyirdim ki, Aydəniz Həşimovaların bir musiqisini burada səsləndirəsiniz. Vətəni sevmək yazır, onu qurmaq gərək. Vətənim demək yazır, vətən olmaq gərək. Vətəni sevmək yazır, onu qurmaq gərək. Vətənim demək yazır, vətən olmaq gərək. Onun adi torpağı ruhdan candan irəli, o atadan qabaqdır, o anadan irəli. Onun adi torpağı ruhdan candan irəli, o atadan qabaqdır, o anadan irəli. Ömürdən pay verənlər vətəndən pay olmayın. Bilənlər vətəndən pay olmayın. Ömürdən pay verənlər vətəndən pay olmayın. İnşallah nə vaxt çıxarsınızsa o zaman xəbər edin. Gəlib sizi görək. İnşallah, inşallah. Mən sizi təbrik edirəm. Çox sağ olun, zəhmət çəkmisiniz. Gəlmişsiniz, var olasınız. Ümid edirik ki, sizi necə özünüzü mehmanı xanımı kimi
hiss etmisiniz. Həyatınızı da elə yaşamısınız. İnşallah ki, dövlətimiz də sizi o cür qəbul edəcək və sizə yetər qədər şəhid ailələrinə olunan necə deyərlər, yanaşmalar sizə qarşı da olacaq. Təşəkkür edirəm ki, bizi qəbul etdiniz. Sonda tamaşaçılarımıza nə demək istəyirsinizsə, buyurun. Çox sağ olun Türkan xanım. Əlbəttə təşəkkür edirəm. Mən tamaşaçılara da, bütün izləyənlərə də, bütün Azərbaycan xalqının bayramı